Salam aleykum, axşamınız xeyir olsun. Mənim əzizlərim, bacılarım və qardaşlarım. Bugün sizə keçmiş olsun demək üçün çıxdım. Həqiqətən də keçmiş olsun, Azərbaycan sulara qərq olub. Azərbaycan bu dəqiqə elə bir vəziyyətdədir ki, kanalizasiya sistemi yox. Yəni, demokratik bir ölkə, güya hər kəsdən gözəlik, hər kəsdən hər şey üstündür. Amma hər şey göz qabağındadır ki, nə olur? Fağır fuqaraya olur, kasıb küsubu olur. Baxanda millət vəkillərinin, nazirlərin, icra hakimlərinin villaları niyə suya batmır? Niyə onların heç həndəvərində su yoxdur? Çünki onlarda kanalizasiya sistemi var. Amma kasıb küsub evi tikir, tualeti də həyətdə 100 dəfə dəyişir. Kanalizasiya sistemi yoxdur. Bir dənə xəndək qazır, görmüşəm də mən rayonda çox evlərdə belədir. Bir dənə dərin xəndək qazırlar, qəşəng onun üstündə, xəndəyin üstündə tualeti tikirlər. Orada doyunca sıçandan sonra o xəndəyi bağlayırlar, sonra həyətin başqa ucunda xəndək qazırlar. Elə o həyatın altı hamısı olur pox. Başa düşdünüz? Kanalizasiya sistemi olmadığı üçün kasıb küsub belə bir varianta əl atır. Halbuki ölkədə, məmləkətdə kanalizasiya sistemləri olmalıdır. Sular axanda dünyanın hər bir yerində demək yollarının, maşın yol, avtomobil yollarının kənarlarında, bilmirəm, fikir vermisiniz yoxsa yox, Rusiyalarda, Türkiyələrdə, başqa ölkələrdə, hər bir böyük otobanlarda, yollarda, trotuarlarda, avtobus filan, yəni avtomobil yollarının kənarlarında dərin qazılmış kanalizasiya, su gedən, ya yağış gedən, kanalizasiya gedən sistemləri var. Hətta üstünə də belə raşotka kimi şeylər qoyublar. İndi bir tərəfdən bunu deyirəm, bir tərəfdən də deyirəm, xalqımın bir hardasa bir 80%-nə ki, haqq edirsiniz. Bir tərəfdən haqq edirsiniz. Niyə? Allah yavaş-yavaş bizdən haqq hesaba gəlib. Niyə Allah bizdən haqq hesaba gəlib? Deyərsən, bibi, sən niyə sevinirsən? Bizim balalarımız var axı, bizim xəstələrimiz var. Elə deyil, sevinmirəm. Naburad ürəyim yanır, həqiqətən də ürəyim yanır. Mən söz vermişdim ki, video çəkməyəcəm. Bilirsiniz niyə? Çünki mən son zamanlarda baxdım, gördüm ki, mənim xalqım indiyə qədər, indinin özünə qədər, gecə saat 12-dən sonra mənim xalqım, mənim Azərbaycan xalqım Götvelizarın səhifəsində səhər saat 3-ə qədər, 4-ə qədər otururlar Götvelizarın səhifəsində və onu milyonlara, hədiyyələrə qərq eləyirlər. Fikirləşdim ki, mənim nəyimə lazım ki, mən güclə, zorla kimə nə deyə bilərəm ki, getməyin deyə bilərəm. Allah da göydən baxır, ay mənim gözəl balalarım, ay mənim gözəl millətim, bacılarım və qardaşlarım. Allah göydən baxır və çeşid-çeşid, cürbəcür belə, necə deyərlər, fərqli-fərqli bəlalar göndərir bizə. Məsələn, bir dənə bəla ucu qonşuda var. Görürsünüz də, qonşuluqda müharibə gedir. Hər an Allah göstərməsin, hər gecə dua eləyirəm, hətta ağlayıram belə. Çünki mənim də qohumlarım var. Bilirsiniz, cənub bölgəsindəndir. Mənim də çox qohumlarım var. Tək qohumlarım deyil, mənim millətim var, Azərbaycanım var, xalqım var, körpəsi var. O qədər qeyrətli ailələr var. Elə lap pisi olsun, insan heç kəsə ölüm arzulamaq istəmir. Yəni, o qədər də uzun boylu deyil, o qədər də qəddar, zülümkar insan da deyiləm ki, mən ölümü ancaq kimə istəyə bilərəm? O 125 dənə peyğəmbər oturub şeydə, nazirlər, ministerlər, icra hakimlərə. Bax, onlara mən ölümü arzulayıram ki, ölsünlər bir dəfəliyə, bəlkə cəmaatın canı qutarsın, bəlkə cəmaat bir ağ günə çıxsın. Amma normal insanlarıma, kasıbıma, küsubuma, fəqir fuqarama, möminlərimə, zəhmətkeş, qeyrətli, şərəfli insanlarıma heç vaxt mən ölüm arzulamaram. Hər gün də dua eləyirəm ki, qonşudakı müharibə də dayansın. Amma